Rəhbərin dəfn mərasimində hər bir ölkənin nümayəndə heyəti ziyarət üçün salona daxil olarkən oxunan Qurani-Kərim ayələri ilə onlara mesajlar verildi. Azərbaycan nümayəndə heyəti salona daxil olduğu zaman Ali İmran surəsinin 139-cu ayəsi oxundu. Zəiflik göstərməyin və kədərlənməyin. Əgər həqiqi möminsinizsə, siz dünyada və axirətdə mənəvi baxımdan mütləq üstünsünüz. Türkiyə nümayəndə heyəti salona daxil olduğu zaman Nisa surəsinin 95-ci ayəsi oxundu. Allah malları və canları ilə cihad edənləri oturanlardan dərəcə etibarı ilə üstün etmişdir. Səudiyyə Ərəbistanı nümayəndə heyəti daxil olarkən isə Ali İmran surəsinin 13-cü ayəsi tilavət edildi. Bədir döyüşündə üz-üzə gələn iki dəstədə sizin üçün böyük bir ibrət var idi. Bir dəstə Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi. Kafirlər möminləri gözləri ilə özlərindən 2 qat çox görürdülər. Allah istədiyini öz köməyi ilə qüvvətləndirər. Şübhəsiz ki, bunda bəsirət sahibləri üçün böyük bir ibrət vardır. Qətər nümayəndə heyəti üçün isə Fəth surəsinin 2-ci ayəsi oxundu. Belə ki, Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın, öz nemətini sənə tamamlasın və səni doğru yola yönəltsin.